Saşır Mahaçqala, axşamınız xeyir olsun hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayırıq. Mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. Vahid Rusiya Partiyasının Dağıstan Regional Şöbəsinin işçiləri yetim uşaqların və valideyn himayəsindən məhrum qalmış uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin tətbiqi məsələlərinə həsr olunmuş selektoru müşavirədə iştirak edib. Ümumi partiya selektorunda yetim uşaqlara sosial yardım məsələləri ilə məşğul bir sıra federal icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib. Qeyd olundu ki, hazırda regional bank əsaslarına görə 104 min nəfər müvafiq sıradan olan uşaq qeydiyyatdadır. Onların ailələrə götürülməsi 3% artıb. Respublikamıza gəldikdə isə 5790 nəfər yetim uşaq və valideyn himayəsindən məhrum qalmış uşaq vardır. Onlardan 95% qəyyumluğa götürülüb, 289 uşaq xüsusi dövlət müəssisələrində tərbiyə olunur, 205 nəfər uşaq evlərində, 29 uşaq səhiyyə sisteminin və 55 nəfər Əmək Nazirliyi sisteminin müəssisələrində yerləşir. Dərbənd şəhər müdiriyyətində Respublikanın hökumət sədri Abdusəməd Həmidovun rəhbərliyi altında Azərbaycan Respublikasının Dərbəndin 2000 illiyinin bayram edilməsi üzrə tədbirlərdə iştiraki məsələlərinə həsr olunmuş iş müşavirəsi keçirilib. Azərbaycan tərəfini vergi üzrə nazir müavini Sahir Məmmədxanovun rəhbərliyi altında Dağıstan Respublika hökuməti ilə Dərbəndin 2000 illiyinin bayram edilməsinin təşkilində qarşılıqlı fəaliyyət üzrə iş qrupunun üzvləri təmsil edirdi. Tədbiri açan Dağıstanın hökumət sədri Abdusəməd Həmidov vurğuladı ki, təntənəli tədbirlər yaxınlaşmaqdadır. Həyata keçiriləcək tədbirlər isə çoxdur. Odur ki, təşkili məsələləri həll edərək təsdiqlənmiş layihələrin tətbiqinə başlamaq gərəkdir. Azərbaycan tərəfi Dərbənddə Heydər Əliyev küçəsində rekonstruksiya işlərinin tətbiqini və Olimpiya İdman kompleksinin inşasını öz üzərinə götürüb. Küçənin təmiri zamanı mühəndis kommunikasiyaları rekonstruksiya ediləcək, yaşıllaşdırma işləri aparılacaq və s. Azərbaycan nümayəndəliyi Heydər Əliyev adına küçəyə və İdman kompleksinin inşa olunacağı Nizami adına parka baş çəkib. Abdusəməd Həmidov qeyd edib ki, İdman kompleksinin inşası məqsədi ilə bir neçə torpaq sahəsi seçilmişdi. Nəticədə Azərbaycanın milli lideri Sovet İttifaqının görkəmli siyasi və dövlət xadiminə hörmət əlaməti olaraq kompleksi məhz Heydər Əliyev adına küçədə tikmək qərarına gəlinib. İdman kompleksi stadion daxil olmaqla üzgüçülük hovuzu, eləcə də şəhər sakinlərinin istirahəti üçün park zonasından ibarət olacaq. Azərbaycan tərəfi işlərin tətbiqinə hazırdır. Dərbənd şəhərinin meri İmamyar Əliyev Azərbaycan hökumətinin nümayəndəliyinə və Dağıstanın hökumət sədrinə təşəkkürünü bildirib və şəhər müdiriyyəti tərəfindən kompleksin yubiley mərasimləri ərəfəsində başa çatması üçün hər tərəfli yardım göstəriləcəyini vəd edib. Respublika Parlamenti spikerinin birinci müavini Yuri Levitskinin rəhbərliyi altında Rusiya üzərində durnalar regionlararası gənclər yaradıcılığı festivalının keçirilməsi üzrə təşkili komitənin növbəti müşavirəsi keçirilib. Qeyd olundu ki, festival Respublika rəhbərinin dəstəkliyi ilə Mədəniyyət ili və 1941-1945-ci illərin böyük vətən müharibəsində böyük qələbənin 70 illiyinə hazırlıq çərçivəsində keçirilir. Qeyd olundu ki, Rusiya səmasında Durnalar regionlararası gənclər yaradıcılığı festivalını cari il may ayının sonunda keçirmək qərarına gəlinib. Respublika parlamentində eyni zamanda Şıx Səidovun göstərişi ilə Yaşa və başqalarına həyat bəxş et xeyriyyə aksiyasının keçirilməsi üzrə təşkili komitənin də müşavirəsi keçib. Aksiya gedişində toplanmış vəsait hesabına onkoloji xəstəliklərə düçar uşaqlara yardım göstəriləcəyi nəzərdə tutulur. Məlum olduğu kimi hazırda əskəri xidmətə yaz çağırışı dövrüdür. Dağıstanda çağırışçı potensialının 64 min nəfər təşkil etdiyinə baxmayaraq, çağırış kvotu ildən ilə aşağı enir. Kvotun artırılması üzrə parlament dinləyişləri zamanı qanunvericilik, qanunçuluq və dövlət quruluşu üzrə komitə sədrinin müavini Fikrət Rəcəbov tədbirin Respublika rəhbərinin tapşırığı ilə keçirildiyini vurğuladı və qeyd etdi ki, vəziyyəti nizamlamaq üçün normativ aktlar və layihələr işlənməlidir. Əskəri xidmətə çağırış kvotunun azaldığı problemi müntəzəm olaraq müxtəlif ictimai meydanlarda, rayonlarda müzakirə
olunur. Dağıstanın hərbi komissarı Dayıtbəy Mustafayev kvotla əlaqədar vəziyyət və bunun səbəblərini aydınlaşdırıb. Onun sözləri ilə ölkənin Müdafiə Nazirliyindən daxil olan sifariş üzrə 900 nəfərdən 2000 nəfərədək çağırışçı tələb olunur. Dağıstanlı çağırışçını əskəri xidmətə göndərməzdən əvvəl onun, eləcə də yaxın adamlarının quldur formalaşmaları ilə əlaqəsi yoxlanılır. Bundan əlavə 2 nəfər çağırışçıya zamin durmalıdır. Onu da qeyd edək ki, müvafiq element və müddəalar Şimali Qafqaz Federal Dairəsindən əlavə digər ərazilərdə irəli sürülmür. Yaz çağırışı ilə əlaqədar vəziyyəti müzakirə etdikdən sonra deputatlar ölkə prezidentinə Dağıstandan vətəndaşların hərbi xidmətə çağırış kvotunu Orta Rusiya göstəricisi səviyyəsinə qaldırmaq barədə müraciət etmək qərarına gəlmişlər. Respublikanın hərbi komissarına isə hərbi xidmətə ali və orta ixtisas təhsili olan gəncləri göndərmək tövsiyə edilib. Siz son xəbərləri dinlədiniz.